Hər kəsə salam. Bugün növbəti videomuzu çəkirik. Öz yazdığım kitabı üzrə bu 3-cü videodur. Əvvəlki videoları izləyə bilərsiniz. Onlayn şəkildə kursa qoşulmaq istəyən varsa nömrə ilə əlaqə saxlaya bilər. Deməli, ikinci dərsimizi keçirik. Bu dərsdə nə olacaq bizdə? 1 və 2 miqdar sayıları vardır, ailə. Həmin qaydaya əsasən çalışma, oxudan isə mətn olacaq. Deməli, 1 və 2 miqdar sayıları. Rus dilində həmin sayılar cins üzrə dəyişir. Bu nə deməkdir? Yəni, biz 1 və yaxud 2 miqdar sayını istifadə edərkən yanında dayanan ismə baxmalıyıq. İsim hansı cinsdə sayda və haldadırsa, həmin 1 və yaxud 2 miqdar sayı ona əsasən dəyişir. Kişi cinsində bir один olacaq. Один брат, bir qardaş. Один сын, bir oğul. Один стол, bir masa. Один стул, bir oturacaq. Qadın cinsində bir adına olacaq. Одна сестра, bir bacı. Одна дочь, bir qız övladı. Одна книга, bir kitab. Orta cinsdə isə bu adno olacaq. Adno yabloko, bir alma. Adno okno, bir pəncərə. Adno zdание, bir bina. 2 miqdar sayına gəlmişkən 2, 3 və 4 miqdar sayıları. Hal-hazırda 2-ni biz sizlə baxırıq. Kişi və orta cinsdə 2 olacaq. Yəni, həm kişi cinsində, həm orta cinsdə istifadə edərkən 2 miqdar sayını biz 2 deməliyik. Üzr istəyirəm. 2 brata, 2 qardaş. 2 sына, 2 oğul. 2 stola, 2 masa. 2 stula, 2 oturacaq. Bunlar hamısı kişi cinsində idi. Orta cins. 2 yabloko, 2 alma. 2 okna, 2 pəncərə. 2 zdание, 2 bina. Qadın cinsində isə 2 olacaq. 2 sestry, 2 bacı. 2 дочери, 2 qız övladı. 2 kniги, 2 kitab. İndi diqqət yetirin ki, 2 miqdar sayından sonra gələn isimlər radisni падежdə tək sayda olmalıdır. Bunu da biləsiniz. Növbəti qaydamız vardır. У меня есть, mənim varımdır. У тебя есть, sənin varındır. У него есть, onun varıdır, yəni kişiyə məxsusdur. У нее есть, onun varıdır, amma qadına məxsusdur. У нас есть, bizim varımızdır. У вас есть, sizin varınızdır. У них есть, onların varıdır. İndi həmin ifadələrlə gəlin cümlələr baxaq, görək necə istifadə olunur. У вас есть брат или сестра? Sizin qardaşınız ya da bacınız var. У меня есть один брат и одна сестра. Mənim bir qardaşım və bir bacım var. У меня нет брата. Mənim qardaşım yoxdur. У меня нет сестры. Mənim bacım yoxdur. Я единственный ребенок. Mən tək uşağım. Они старше или младше вас? Onlar sizdən yaşca böyükdür ya kiçikdirlər? Брат старше меня. Qardaşım məndən böyükdür. Сестра старше меня. Bacım məndən böyükdür. Брат младше меня. Qardaşım məndən kiçikdir. Сестра младше меня. Bacım məndən kiçikdir. Я старшая. Mən böyüyəm, yaşca. Я младшая. Mən kiçiyəm, yaşca. Я средняя, mən ortancılam. У меня есть младший брат, mənim kiçik qardaşım var. У меня есть младшая сестра, mənim kiçik bacım var. У меня есть старший брат, mənim böyük qardaşım var. У меня есть старшая сестра, mənim böyük bacım var.